Herkese salam. Kanalıma hoş gelmişsiniz. Bip bop. Salam. Mən Robi. Robi ilə sizə maraqlı, asan üsullardan birini izah edəcək. Bugün sizə 5-ə bölmənin çox asan və sürətli sirrini öyrədəcək. Diqqətlə bizi dinləyin. Əgər sonu 0 ilə bitən bir ədədi 5-ə bölmək istəyirsinizsə, uzun-uzadı hesablamağa ehtiyac yoxdur. Sadəcə 2 addımı yadda saxlamaq lazımdır. Sonundakı 0-ı silirik, yerdə qalan hissəni 2-yə vururuq və ya 2 dəfə toplayırıq. İndi sizə misallar üzərində bunu necə etməyi izah edəcəm. Gəlin baxaq. 160-ı 5-ə bölək. 160 bölünsün 5 bərabərdir. İlk öncə nə edirik? Dediyimiz kimi 0-ı silirik. Gördüyünüz kimi 0-ı sildik. Yerdə qalan ədədimiz 16-nı ya 2-yə vururuq və yaxud 16-nı üzərinə 16 gəlirik. Eləyir 32. 2-ni də 16-ya vurduqda cavab 32 edir. Bəli, 160-ı 5-ə böləndə cavabımız 32 edir. Gəlin digər misal üzərində baxaq. 240-ı 5-ə bölək. 240 bölünsün 5 bərabərdir. Eyni qayda ilə burada da 240-dakı 0-ı silirik. 24-ü 2-yə vururuq və yaxud 24-ün üzərinə 24 gəlirik. Bəli, cavab 48 edir. 2-ni də 24-ə vurduqda cavab 48 edir. Digər bir misal üzərində yoxlayaq. 490-ı 5-ə bölək. Diqqət edirsinizsə, sonu 0-la və 5-ə bölmək. 490 bölünsün 5. Eyni qayda 0-ı silirik. 49-u 2-yə vururuq. 98 edir. Vurmaq çətin olduqda ikinci qayda 49-un üzərinə 49 gəlirik. Cavabımız 98 edir. İndi isə 900 onu 5-ə bölək. Cavabı şərhlərdə qeyd etməyi unutmayın. Düzgün cavabı şərhlərdə qeyd edənlərin şərhlərinə bizdən qucaq dolusu sevgilər. Kanalımıza abunə olmağı, videolarımızı bəyənməyi, bizə dəstək olmağı unutmayın. Gələn dərsdə görüşənədək. Hələlik.